Herkese salam. Yeni vlog ve yine Nübargil'in evinden. Hərdən xanımlar yazır ki, Nübargil'de olan vloglar daha maraqlı olur. Ona göre de mən sizin için belə bir vlog hazırladım. Düzdür kızlar, vlog biraz uzun olsa da ama çayınızı, kofenizi alırsınız, gəlirsiniz, keyiflə bu videonu sona qədər izləyirsiniz, bəyənirsiniz, like edirsiniz. Niyə görə vloglar Nübargil'de maraqlı alınır deyim. Çünkü ev yiyəsi Nübardır. Bütün işləri Nübar özü görür deyə mən orada köməkçi kimi iştirak edirəm və rahat da videolar çəkə bilirəm. Amma qonaq bizə gələndə bütün ev işlərini mən görürəm, qaça-qaçda oluram. Ona görə də heç əlimə telefon da ala bilmirəm. Mənim üçün də çəkiliş edən olmur deyə bizdə olan qonaqlığı paylaşa bilmirəm sizinlə. Burada rahatam, rahat da çəkiliş edirəm. Nübar deyir, güya sən mənə köməyə gəlmirsən, ancaq video çəkirsən. Deyirəm, əsas məsələ budur. Burada da Fidan qızımızın saçlarını sizə göstərirəm. Xala yesin onu. Dünən bütün xanımlar deyib, ay Gülnar xanım, elə bilim bu sizin qızınızdır. Necə də sizə oxşuyur. Gözəl sözlər yazmışsınız. Sağ olun, var olun. Təşəkkür edirəm. Allah bütün balaları qorusun. İçində də bizim balalarımızı. Nəsə qızlar, Nigar biraz tez gəlmişdi. Sonradan yoldaşı gəldi. Bu da bizim oğlanlarımız. İşləri, peşələri ancaq telefon oynatmaqdır. Başqa heç bir işə baxmırlar. Nəsə, burada da mən Nübar hazırladıqca videolara çəkirəm ki, paylaşım sizinlə. Şirniyyatları yığıram, bəyənmir, sonradan gəlir deyir, bu formada yığ, o formada yığ, nəsə, istədiyi formada yığıram, düzürəm, qoşuram. Birinci Nigar gəldiyi üçün onlara çay süzürəm. Otururuq, qəşəng çayımızı içirik, söhbət eləyirik və başlayırıq yenə yeməkləri bişirməyə davam edirik. Maşallah da Nübarın da bir xasiyyəti var. Qonaq gələndə 1, 2, 3 cür yeməklə, yəni razı düşmürük. Anamıza oxşamışıq, mamamız da elədir. Bir qonaq gələndə görürsən ki, 5-6 cür yemək hazırlayıb. Yəni biz də mamaya oxşamışıq. Heç nə, mən də burada Nübara biraz kömək edirəm. Boşaltdığım şirniyyat qablarını yuyuram. O da aşı süzməyə hazırlaşır. Balaca bacım da ona kömək eləyir. Biz qızlar, yenə deyim, təkrar edeyim, soruşan yeni izləyicilər olur. 4 bacıyıq, biri rayondadır, üçümüz buradayıq. Bu da yeni gəldiyi üçün Bakıya belə qonaq gəzir. Birinci bizə, indi də Nübargilə gəlmişdi. Belə, baxın burada da məşhur aşımız, qazmağımız hər dəfə mütləq olmalıdır. Nübara deyirəm, bu dəfə aş bişirmə deyir, elə şey olar, aş məclisin şahıdır, mütləq olmalıdır. Burada da sizə əl işimi göstərirəm, nələr yaratmışam. Nəysə qızlar, videonun sonuna yaxınlaşırıq. Çay süfrəmiz, bu da mən. Bəyənməyi unutmayın.